xəmirin bərkliyini də uşaqlara göstərir. Azərbaycan çox yumşaq olmalı deyil. Bərk olmalı, amma yumşaqdan bərk olmalıdır. Bizim orada silikon şey var, xəmiri yaymağa. Burada. Neçə santim qalınlığında yaymalı? Nazik olmalıdır. Deməli, uşaqlar, oyun mən burada çəkiliş eləyəndə salmon filə dedim, kapçonlu. Sonra deyəm qırmızı balıq belə eləyirəm. O salmon filə deyilən yeri düşmüyüb. O qırmızı balıq deyilən yerini brüskettanın üstünə paylaşıblar. Bəziləri aşpazlıqdan anlayışı olmayan, iki eşeğin arpasını görə bilməyən başlayıb ki, balığın adını bilməyib, mən nə bileyim, nə eləyir? Ay, kalkoz. O canlıma girən bəziləri var. Sonra səhifəmdə bilməyib, komment yazanlar var, ha. Gəl mənimlə mətbəxdə ayaqda, onu deyirəm. Salam, əleyk salam. Limonla tapazındadır. Sazan oldu. Yox. Layman yox idi. Yox. De o da. Orada görmüşəm. Silikonu da taxmadım. Tapdılar. Ha, neyse, gətir boy bura. Niyə iki dənə bilmirəm ki şeydir? Ay bala, bir şey deyil, bir dənədir, bir dənə. Adını işdir. 2 yanlı, 3 yanlı yayaqdır. Kalkoz, konkret. Kalkoz. Əgər mən kalkoz dedimsə, elə kalkozdur. Elə danışırlar. Görürsünüz xəmirin bərkliyini, bunun qızarma düşbərəsi qəşəng xırçıldayan alır. Ola bilər ki, şey kimi, necə adı? Çeburek hazırlayaq. Çeburekin xəmirini qaynar suna hazırlayırsan. O üzü xırçıllayan olan. Çeburekin reseptini soruşma, hazırlamır. Hazırlayanda yazar. Hər şey hazırlanır. Qaynar suyla hazırlanır. Onu eləyəndə qeyd eləyərsən də. Darıxmışdım sizin üçün, bilirəm siz də mənim üçün darıxmışdınız. Laf ürəyimiz getmişdi. Pozitiv şəvə eşq olsun, sağ ol, çox sağ ol. Hələ onlar da elə güldülər. O biraz özdən sonra yayaq. Həmən yeyəndə xəmir yayılmır, açılmır. Xəmir bir əldən çıxmalıdır. Xəmir xoşlamır iki əl. Can bizdə. Allah razı olsun.